Görüntü. Oyda. Kompüteri salırdı. Dünən 2 hədəf qoymuşdum, onlardan birini həyata keçirdik, birini isə həyata keçirə bilmədim. Amma ən sonda istədiyim 2 nəfər ki var idi ki, onları yerinə yetirdik. Bugünkü hədəf təbii ki yenə 10'dur, lakin dünən 4 nəfər əksik olduğu üçün bugün 14 nəfərlə görüş eləmək planlayıram və bunu həyata keçirəcəm. Təbii ki, özümə söz verirəm. Yəni biz insan övladıyıq, biz robot deyilik və yaxud da biz AI deyilik. Dediyimiz şeyləri konkret olaraq %100 yerinə yetirək. Ən azından istədiyimiz nəticəni əldə ediriksə, bu da yetərlidir. Dünən istədiyim nəticəni əldə elədim. Bugün yenə yol kənarında olan plakatlardan nömrələri götürəcəm, əmlakçıların nömrələrini. Onlara öz servisimi təklif eləyəcəm. Amma bugün biraz daha profesyonel şəkildə təklif eləyirəm. Çünki dünənki videoya baxdım və istəsəz siz də girib kartlar bölümündən baxa bilərsiniz. Onlarla danışığım təbii ki türk dilini o qədər də mükəmməl bilmirəm və ilk dəfə idi ki türk dilində kiməsə nəsə təklif eləyirdim. Official, kurumsal kim belə. Ona görə də çox yanlışlıqlarım var idi. Bugün çalışacağım ki, o təklifləri daha profesyonel şəkildə eləyim. Hər addımı, hər başıma gələnləri təbii ki çəkirəm. Gün sonunda, bugünün sonunda bu videonu yenə izləyə biləcəksiniz. Ona görə də kanala abunə olun və yeni videoları gözləyin. Bu ərazilərə o qədər də hakim deyiləm, amma dünən mən evdən çıxanda sağ tərəfi getdim ki, o Turgut Rəisə gedir və Akyarlar mərkəzi o istiqamətdə idi. Və Turgut Rəisə qədər demək olar ki, hər yeri mən piyada gəzdim. Yəni orada hardasa var, 10 kilometrə yaxın var. 6-7 kilometr belə. Yarıya qədər getmişdim mən yolu. Orada sonra yolda bir dənə gördüm və zəng gəlirəm. O mənə dedi ki, Akyarlar mərkəzdədir. Mən də elə bilirəm ki, əks istiqamət, Turgut Rəis istiqamətinə gedirəm. Və orada yaxşı soruşdum, 1-2 nəfərdən soruşdum ki, mərkəzə az qalıb. Dedi ki, mərkəz arxada qalıb artıq. Sən qabağa səhv istiqamətdə gedirsən. Ona görə avtobusa mindim, qayıtdım geri Akyarlar mərkəzə. O adamla söhbət elədim, ofisə gəl demişdi. Ondan sonra yenidən avtobusa mindim, gəldim, düşdüm eyni nöqtədə ki, oradan geri qayıtmışdım. Oradan sonra da getdim Turgut Rəisə. Yəni o yolu mən piyada getdim və yol kənarlarında olan bütün nömrələri demək olar ki, zəng vurdum. Bugün indi sol tərəfə gəldim. Sol tərəfə də Bodrum mərkəzə gedir. Burada arada deyəsən Bağla olmalıdır. Bağla ilçəsi, nəsə belə bir köy. İndi hardasa 1-2 kilometr yol getdim. Baxıram ki, heç bir plaka yoxdur, heç bir elan yoxdur bu tərəflərdə. Düşündüm ki, geri qayıdım. Burada hər gün səhərlər gəlib oturduğum bir kafe shop var. O ki, çox qəşəng ətrafında da kafe shoplar, restoranlar, çox qəşəng bir yerdir. Ant Heaven, Radisson otelin yanı. Dedim, gedim oturum orada kafe shopda. Biraz araşdırma eləyim Google'dan. Oradan heç olmasa nömrələri götürüm, oradan zəng vurum. O da yaxşı fikirdir. Çünki əvvəl birbaşa onların DM-inə yazırdım, mesaj yazırdım. Amma indi nömrələri olur, çox əmlakçıların biolarında olur. Götürüm onlara bir-bir zəng vurum. Çünki zəng vurmaq, görüşmək eyni kateqoriyadır. İkinci mərhələ, əgər desələr ki, gəl ofisə görüşək, gedib ofisə görüşəm. Çünki buradan mən piyada geçsəm bilirəm ki, onun sonu yoxdur. Sonu yoxdur dediyim, yəni kənarlarda plakatlar olsaydı problem yoxdur. 1-2 dənəsinə mən zəng vurardım. Amma görürəm ki, orada görsəm bir elə plakat falan. Neysə, bunu belə bir yoxlayayım mən. Ondan sonra buradan minərəm avtobusa, gedərəm o tərəfdə Bağla mərkəz var. Orada düşərəm. Oradan sonra başlayaram belə plakatlara falan nömrələr götürüb artıq zəng vurmağa. İndi oturacam burada, bir kofe də içeyim. Səhər kofe falan içməmişəm. Gedim kofemi içim və bunları araşdırım.
Hardasa 1 saat. Ondan sonra yola düzələcəm. Dediyi sözümüz sözdür. Yəni eləyəcəyik. 10 dənə. 14 demişəm. 10 dənə. Bugünün hədəfi 10'dur. Dünən də 4, 14 belə. Dediyim yer buradır. Antheaven. Burada gürmə var, Carrefour. Burada belə kahve shoplar çoxdur. Digər istiqamətdə də, bunun arxa tərəfində də orada da Radisson Hotel var. Baxın, çox qəşəng bir yerdir. Sol tərəfdə villalardır, sağ tərəfdə oteldir. Və bura turistlər çox gəlir otellərdən. İndi burada oturacağım mən. Ümidvaram ki, siz süni zəkadan istifadə edirsiniz həyatınızın hər bir addımında. Təbii ki, öz işlərinizdə, planlarınızda, strategiyalarınızda, hər hansı belə deyək də, proyektlərinizdə və iş həyatında və günlük həyatda. Günlük həyatda təbii ki, çox insanlar ki var, belə boş-boş şeylər üçün istifadə edir, amma mən deyərdim ki, AI-ı öyrənin, süni zəkanı ən yaxşı tərəflərini öyrənin, bütün belə deyək də, sizə lazım olan toolları, lazım olmayanları hətta belə öyrənin. Free olan versiyaları var, öyrənin, pulsuz olanları. Hatırlayıram ki, hardasa bir neçə ay bundan öncə mənim aylıq süni zəka subscriptionlarım hardasa $300 yaxın idi. Bunu 3-4 ay mən davam elətdirdim ki, AI öyrənirdim. Onda pulsuz versiyasından keçib, yəni pullu versiyalarını da yoxluyordum ki, daha da dərindən öyrənim. İndi hal-hazırda gəldim, oturdum kafe shopda, kofemi götürdüm. Ice latte. Gəldim bura Cloud'a yazdım ki, mənim üçün araşdırsın. Burada olan real estate market olan, Bodrumda olan real estate marketi araşdırsın. Zəif tərəfləri hansılardır və mən burada olan zəif tərəfləri götürüb öz marketinq bacarıqlarımla onlara köməklik eləyə bilim. Ki bunu yazdım mən Cloud'a, Cloud mənə cavab verib. İndi onu oxuyacağam və oradan nəticə çıxardacağam və ondan sonra təbii ki bir neçə sualım olacaq və sonuc nəticə nə olacaqsa sizə deyəcəm mən. Bunu Cloud mənə tapdı belə, amma inanınız ki, bəzən süni zəka elə bir işlətmələr, bizneslər tapır ki, 4 il, 5 il əvvəl belə deyək, o insanlar fəaliyyət göstərir, indi hal-hazırda fəaliyyət göstərir. Yəni, güncəl bəzən şeylər tapmır, amma bəzən də təbii ki, güncəllərini tapır. Yığdım, düzdür, baxıram indi şeydə, sosial mediaları yoxdur konkret olaraq. Sahibindən.com-da satırlar. Baxıram ki, adam yaşlıdır. Yaşlı insanlar çox vaxt sosial media ilə ilgilənmirlər. Yəni, ola bilər ki, onların olsun Facebook'u, amma onu da işlətmə hesabı olaraq, biznes hesabı olaraq istifadə eləmirlər. Şəxsi personal hesabları olur. Baxıram Maddox Emlak. Burada elə bil bu sahibidir 2004-cü ildən, 21 illik belə deyək də şirkətdir, əmlakdır. Baxın, aha, Facebook'u var. Hayır, Facebook'u var. Ünvan var. Amma gedə bilərəm mən bura. Çox da uzaqda deyil. Mən gedəcəm bura. Hə, bura gedərəm. Çox uzaqda deyil. Evimə hardasa 5-6 kilometr. 5-6 nədir? 2 kilometr məsafədədir. Evə 1.6-1.7 kilometr məsafədədir. Ora gedərəm mən. Araşdırmalarımdan o nəticəyə gəldim ki, bunların adam yaşlıdır, sosial media ilə ilgilənmir, ancaq sahibindən.com-da satır. Və ola bilsin ki, 21 illik təbii ki, şirkətdir, tanışları var, artıq onların belə köhnə müştəriləri var. Onlar da ağızdan ağıza belə tavsiyələrlə işləyirlər.
Mən eybi yox, öz məsləhətimi eləyərəm, öz təklifimi irəli sürərəm. Götürmədilər, açmadı telefonu, üzbəüz görüşərəm mən bununla. Belə. İndi Cloud mənə hardasa Akyarlarda sadəcə bir dənəsini tapdı, yığdım. Bu yaxın ərazilərdə, Konacıqda, Eski Çeşmədə 1, 2, 3, 4, 5 dənə real estate tapıb. Turgut Reisdə 1, 2, 3, 4, 5 dənə. Onların hamısı ilə indi baxım, araşdırım onları. Sosial mediaları varmı? Google'lar varmı? Ondan sonra adresləri varmı? Oradan araşdırma eləyim və onların zəif tərəfləri nədir onu öyrənim ilk öncə. Ondan sonra öz təklifimi irəli sürüm. Belə. Cloud'un mənə tapdığı əmlak şirkətlərindən bir dənəsi də budur. Turgut Reisdə yerləşir. FC Group. FC Group Google'da 27 dənə review var. Adresləri var. 5 kilometr məsafədədir. Web saytları var. Web saytına girib giriş edin baxın. Çox qəşəng. Yəni öz veb saytları da var bunların. Kiralıqları var, satış var. Yəni professional işləyirlər bunlar. Sahibindən.com-da satırlar. Instagram hesabları var, amma sosial mediaları çox zəifdir. Hardasa 165 dənə postları var. 1153 onları follow eləyənlər, 160 da bunlar eləyir follow. Baxıram ki, Real Estate Company, İnşaat, Qeyri-Menkullar, Otomotiv, Apart Hotels nömrələri var. Sosial mediada yəni heç nə. 100, 200, 300, 500, 600. Turizm cenneti Bodrum Turgut Reis'ten herkese merhabalar. Ben FC Grup Gayrimenkul'den Salih. Bugün sizlere kiralık harika bir tatil evi tanıtacağım. Evimizin tanıtımına geçmeden önce kısaca evin konumundan bahsedeyim. Belə bir Evimizin konumu Turgut Reis video paylaşılıb, danışıq videosu. Kalitəsi çox aşağıdır. Keçən il iyun ayında paylaşılıb, bir il bundan əvvəl. Yəni konkret bunların sosial mediaya ehtiyacları var. 100% ehtiyacları var. İndi mən bunları yığacam. 555 Açan yoxdur. Bugün 6-cı gündür, işləmirlər görəsən. Bir dənə Google-da bax. Açıqdır əslində, bugün 7:30-da bağlanır. Amma nəyə görə götürmürlər? Götürmədilər. Mənim də kofem düşdü buradan aşağı. Götürüm onu mən. İnanırsınız ki, bir dənə külək var, bir dənə ətrafa baxın, bilmirəm buradan görsünəcək ya yox. Baxın, görün. Oyda. Kompüteri salırdı. İndi bildizləncə külək var burada. Bakıdan bətərdir. Bu nə cür küləkdir belə? Dəhşət. İnan ki, kompüter gedirdi. Bilmirəm, mən yöndəmsiz oturmuşam, yoxsa nədir məsələ, amma dəhşət dərəcədə külək var. Bu küləkdə çöldə gəzmək də olmaz, yəni. Neysə, bugün oturaq vəziyyətdə zənglər eləyəcəm. Ayıb yox, bugün oturduğum yerdən eləyərəm. Çünki bu cür vəziyyətdə mən gəzmək mümkün deyil də. On, 15, 20 nəfərə zəng eləyirəm. Görək neçə nəfərlə ən azından bir conversation eləyə bilirəm. Və hədəfimiz 2 nəfərdir də. 2 dənə hə cavabı almaqdır. İndi Turgut Reisdə ikinci əmlak şirkətimiz Starlar Əmlak. Starlar Əmlak 44 dənə reviewsu var.
Ondan sonra 5 ulduzlu, hamısı əladır. Sahibindən.com-da satırlar. Öz web saytları var. Yəni öz web saytlarının olması həqiqətən bu o deməkdir ki, professional iş görürlər. Sən də ola bu nədir? Bu kompüter mi səncən Salma? Hə. Ondan sonra Instagramları var. Qəşəng. 10.000. Baxırsan ki, normal görsənir Instagramları. Görək nə var. Hello hello. Açık mı? Enerji. Herkese merhaba. Bodrum'da bugün ilan... Qadın belə lifestyle, belə chill videolar çəkir. Amma o Görmüş deyil. olduğunuz arsa... O deyil də yəni. Dediyim kimi də çox belə unprofessional işlər görürlər. Və buna da deyirlər ki, işlərimiz gedir. Bu videolarla necə iş görürlər bunlar, mən bilmirəm. Həqiqətən. Bunlar yəqin ki, çox böyük reklam xərcləri eləyirlər. Ona görə videolar bəyənməsi 27, 25. Yəni burada heç belə deyək də kommentlər yoxdur. 3 dənə komment, o da ki, ətrafı dost tanışı, bəlkə də o ofisdə işləyənlərdir. Oyda, bu nə külək daxı belə? Neysə, bu mən bunlara təklif edə bilərəm. Həvəslidir. Bu bax sanki qəşəng videolar çəkmək olar, amma hə, budur da. Merhabalar. Bugünkü tanıtımımızı Turgut Reis'ten geliyor. Bir dənə videosu 29K olub. Digər videolar hamısı 1000, 1500, 1700. Ha, 27K bir dənəsi var. Allah bilir nə vaxt paylaşıb onu. 800, 700, 500, 400, 300 belə. Yəni tutuzdura bilmirlər videoları. Bunlara kaliteli iş lazımdır mütləq. Alo, iyi günler. Nasılsınız? Starlar Emlak mı? Sema, merhaba, ben Salih. Sizi rahatsız etme sebebim, ben Bodrum'dayım şu anda ve şu emlakçılar için, ben Dubai'de yaşıyorum normalde. Emlakçılar için sosyal medyalarını geliştiriyorum ve onlara viral kontentler yapıyorum. Sizin de Instagram hesabınızı ben inceledim. Çok güzel Instagram hesabınız var. Ama çok güzel de potansiyeliniz var. İyi böyle hani geniş kitleye ulaşabilmeniz için. Ben size viral potansiyelli videolar yapabilirim. İsterseniz bu konuda görüşebiliriz. Evet evet, ben buradayım. 2-3 ay ben buradayım. Siz Turgut Reis'teyiz değil mi? Harika, harika. Ben inceliyorum. Çok güzel gerçekten videolar yapıyorsunuz ama izlenmeleriniz çok düşük ve bunu çok güzel videolar yapabiliriz. Salih, Salih ben. Tamamdır. İyi günler, iyi günler. Teşekkürler. Sağ olun. Va belə. Həqiqətən də ehtiyacları var.
Neçə dənədən? 2, 3 dənə, 3 nəfərə zəng vurduq. Bir nəfər okey verdi. Mən bunu kayd eləyim. Sema dedi deyəsən. Sema Starlar. Sema Starlar. Tamam. İndi mən bunu nota alım. Sema Starları da nota alaq. 77. Okey. Tamam. Əla. Uşaqlar, burada bir dənə rəylərdə yazın. Mənim türkcə danışmağım Azərbaycan dilində normal danışa bilmirəm, qalı türk dilində. Öz rəylərinizi bildirin. Necə mən təklif edirəm? Özüm bilirəm ki, %100 heç yaxşı deyil. Sizin nə təklifiniz var? Nə cür formada mən onlara təklif edə bilərəm servisimi? Ki, official görsənsin. Zəhmət olmasa, kommentlərdə yazın. Keçək biz next. 3 nəfərə zəng vurduq. 1 nəfər okey aldıq. Birinci gün inşallah onlarla görüşümüz var. Turgut Reisdədir, ofisləri. Ofislərin dəvət elədilər məni. Super. 1, 2, neçə nəfər? Hələ 3 nəfərdən. 3 nəfərdən 1. İndi nə edirik? Bodrum, Marina Emlak. Google-a yazaq görək. Bodrum, Marina Emlak. Bodrum, Marina Emlak. Aha. Bodrum, Marina Emlak. 11 dənə reviewları var. 4.7-dir. Bir dənə reviewlarına baxım görüm. Nə yazıb millət bunlara? Beş, 2 yıldız. She's very unknowledgeable. Has an excellent business approach. And provides immediate response and mutual benefit approach. I'd like to Hər şey əladır, amma 2 ulduz veriblər. Bu nəcür bir şeydir, başım çıxmır. Gökər Özkan. Başı çıxmır bunun. Bu 2 ulduza basıb, qəşəng review yazıb. Öz tanışları da hamısı 100%. Neysə, reviewlar çıxırıq. Baxaq görək nə var başqa. Deməli, təbii ki, sahibindən.com-da satırlar. Instagram hesabları var və olmamağı bundan yaxşıdır. Aha, web saytları da var. Web saytları var. Kiralıq, satılıq. Aha, web saytları var, qəşəng. Sadəcə olaraq bunların Instagramı nöş belədir. Reelsləri varmı? Reelslər var. Amma yəni olmamağı bundan daha yaxşıdır. Çox kalitəsizdir, yəni belə bir şey yoxdur. ...46 dənə postları var, 359 followersları var, 410'u following var. Yəni 410 nəfər bunlar follow edir, 359 bunları follow edirlər. Yəni çox zəif. Marina Emlak, bunları mütləq şəkildə, bunlar sosial mediası mütləq düzənlənməlidir. İnan ki, mütləq şəkildə, bir dəqiqə. Baxım görüm, bunlar nömrə varmı? Aha, var. 0543 54. Alo, iyi günler. Merhaba, nasılsınız? Marina Emlak'tan mı? Salih ben. İsminizi
İsminizi alabilir miyim? Elif. Elif Hanım, ben emlakçılar için Bodrum'da sosyal medyalarını yönetiyorum. Ve onlar için Reels'ler falan yapıyorum. Ve sizin sosyal medyanıza baktım ben. Google'dan aslında baktım sizin sayfanıza, Google hesabınıza ve ondan sonra Instagram hesabınızı gördüm. Ve Instagram hesabınızda herhangi bir emlakla alakalı paylaşımlarınız yok. Aslında şu anda biliyorsunuz çoğu insanlar şu anda Instagram, TikTok, Facebook üzerinden daha çok araştırmalarını yapıyorlar. Bu konuda herhangi bir planınız var mıdır? Instagram'da, Reels'ler... Öyle mi? Teşekkür ederim. Buyurun, buyurun, sağ olun. Bəhanə, bütün insanlar sosial media eləyirlər. Bunlar nədən deyir, yasaklar gətirildi. Bu bir neçə ay mı dedi, nəsə əvvəl. Ondan sonra da deyir, biz istifadə eləmədik. Amma bu çox yanlış bir qərardır. Səhv eləmirəmsə, Dubayda olduğu kimi, Dubayda hal-hazırda influencerlar paylaşım eləmək üçün bir, belə deyək də, ödəniş edirlər. Influencer lisenziyası alırlar. O da qiyməti o qədər də baha deyil. Yəni Dubay puluna görə, yəni belə deyək, dirhəmə görə, orada qazanclara görə o qədər də, yəni böyük bir məbləğ deyil. Harca 2000 dirhəmə yaxın belə bir pul çıxır. Yəni burada da mən baxıram ki, bəzi Instagram hesablarında var. Yazır ki, icazə, nə bilim, TC, nə bilim nəsə, icazə şifrəsi falan yazırlar. O 100% onun üçündür və bunu ala bilərlər. Yəni o qədər də önəmli bir məsələ deyil, yəni ciddi bir məsələ deyil, yəni ala bilərlər. Bu onlar üçün bir mənfidir. Yəni Instagram mütləq şəkildə lazımdır bir əmlakçılar üçün. Tanım idi, yaşı biraz hiss olunurdu ki, orta yaşdan yuxarıdır. Bu orta yaşdan yuxarı olan insanlar daha çox istəyirlər ki, ancaq sosial medyadan ziyadə şeydə, nə bilim, veb sayt üzərindən, Google üzərindən reklamlara pul xərcləsinlər, oturub gözləsinlər ki, zəng gələcək bunlara, kimsə maraqlı olacaq. Bu da yanlış bir fikirdir məncə. Hər insanın bir seçimi var, neysə. Nəsə, 4 dənədən bir. Keçirik biz bir sonrakine. Roses Homes Real Estate. Roses Homes Real Estate. Real Estate. Çıxdı. 6 dənə reviewları var. 5 ulduz, 100% ətrafı yazıb. 5-6 dənə review'nu özləri də yaza bilərlər. Turgut Reis'tədir yenə də. Instagram hesabları var. Web saytları var. LinkedIn var. Unfollowing var. Yəni belə. Təbii ki, sahibindən.com'da satırlar. Gedə Instagram'dan Real Estate Company Top Realtor in Bali deyir. Bali? Bali nədir? Turgut Reis. Onda onların hesabı deyil, yox. Heç bunların Instagram hesabı belə yoxdur. Zəng vurun bunlara. WhatsApp'ları var imiş. Yazaram mən bura o zaman. Yazmaqdansa elə mən zəng vurum bunlara. Salamatı zəng vurmaqdır. Hə, ya da yox. 0530 360 22. Neydi? Roses Homes. Merhabalar, nasılsınız? Roses Homes Real Estate'den mi? Tamamdır. Ben Salih hanımefendi. Ben emlakçılar için Bodrum'da, Turgut Reis ve Akyarlar'da içerikler üretiyorum.
Ve sizi böyle Google'da gördüm ve Instagram hesabınızın olmadığını fark ettim. Insta aktif olarak kullanıyor musunuz Instagram hesabı? İçerikler ben yapıyorum. Viral içerikler yapıyorum. Eğer ilginizi çekerse sizin için de birkaç tane ücretsiz olarak liste yapabilirim. Ondan sonra beğenirseniz beraber çalışabiliriz. Teşekkür ederim. Tamam. İyi günler, hayırlı işler. Sağ olun, sağ olun. Düzgün təklif eləmirəm mən. Zəhmət olmasa yazın da. Zəhmət olmasa yazın rəylərdə. Profesional olaraqınızı təklif eləyə bilərəm mən. Neysə. Cloud mənə kömək elə. Cloud yazım görüm. Türkçə mənə bir təklif. Yazıram Cloud-a görə, Cloud mənə nə deyəcək? Telefona danışan qadın idi. O qadının da hardasa olardı 50-60 arası. Yenə də yaşlıdır. Və dediyim kimi onlar dedi Instagram hesabımız var 2 dənə. Amma yəni Google-da çıxmamağı bu o deməkdir ki, çox zəif işlədirlər. İndi mən taparam onu. Şeydən yazım buradan. Görüm Roses Homes Real Estate Investment. Hə, deyə tapdım. Və deyir, var. Gayet deyir, çox gözəldir deyir. Baxın bir dənə Instagram hesabına, xahiş edirəm. 12 nəfər followers var. 11 nəfər də bunlar follow edirlər. Yəni bu cür Instagram hesabından bunlar nə satırlar? Bir iyunda paylaşılıb. Bir bəyənmə, onu da özü bəyənib deyəsən. Gül Peker 61-23. Bir dəqiqə, görüm oydu. Aysa budur hələ, 61-22. Çox pis gündə də, inan ki. Neysə. Demək, Cloud mənə yazdı bunu. Qulaq asın. Mərhaba, Bodrum bölgəsində qeyri-menkul sektörünə özəl sosial media və dijital pazarlama danışmanlığı yapıyorum. Türk, Azərbaycan və Körfəz ölkələri pazarlama yönetik içerik üretimi və büyüme stratejilerini konusunda deneyimliyim. Ofisinizin sosyal medya hesaplarını incelediğimde takipçi etkileşimi ve görünürlük açısından geliştirebilecek önemli bir potansiyel görüyorum. Özellikle Yalıkavak, Türkbükü, Gümüşlük gibi bölgelere özel hedefli içerik stratejisi, Körfez, Dubai, Katar, Suudi Arabistan ve Azerbaycan pazarına yönelik Arapça, Rusça, İngilizce içerik, yatırım amaçlı mülkler için kira getirisi ve değer artışı odaklı içerik serisi, Instagram Reels ve kısa video formatına profesyonel tanıtım içerikleri. Size özel hazırlayacağım bir içerik planı ve örnek çalışmalarımı paylaşmak isterim. Müsait olduğunuzda kısa bir görüşme ayarlayabiliriz. Saygılarımla bla bla bla. Bu çok official'dı. Bu çok official'dı. Can you make this pitch not that much official? Bu çok official'dı. Görək sadələşdirilmiş formada nə verir mənə?
Aha. Cloud. Buna hərəkət edirsən sən. Birdən collaboration'ım var bugün. Onu çəkməliyəm. Deməli UFC 250, Freedom 250 keçiriləcək şeydə, Amerikada. 2 dənə döyüş olacaq orada. Ağ Evdə, Washingtonda. Stars Play application'ı var ki, bütün belə deyək də canlı olaraq döyüşlər orada izləyə bilərsiniz. Onun videosunu hazırlamalıyam. İndi bir dənə bunu yekunlaşdırım. Harasa bir yarım saat içində. Ondan sonra durub onu çəkəcəm və paylaşacağım bugün Instagramda, collaboration'da. Stars Play application'dır. Netflix kimi belə bir application'dır. Bütün döyüşlər orada canlı olaraq keçiriləcək. Sabah ya birisi gün səhv eləməmsə. UFC Freedom 250. Döyüşçüləri yazmışdım bura. Bir dəqiqə onu deyim mən. Hə, Ilya Topuria, Justin Gaethje, Alex Pereira, Ciryl Gane. Hə. Ilya Topuria. İlya Topuria ilə Justin Gaethje döyüşəcək. Alex Pereira ilə Ciryl Gane döyüşəcək. 2 dənə ümumi döyüş olacaq. Belə. Collaboration'dır. Onu mütləq çəkib paylaşmalıyam bu axşam. Aha. Asanlaşdırılmış verdi. Merhaba, iyi günler. Ben Bodrum'da emlak ofisleri için sosyal medya içerikleri hazırlıyorum. Instagram hesabınıza baktım. Güzel ilanlarınız var ama biraz daha düzenli ve hedefli paylaşımlarla daha fazla yabancı müşteriye ulaşabilirsiniz diye düşündüm. Özellikle Körfez ülkeleri ve Azerbaycan'dan alıcı çekmek için içerik hazırlıyorum. Ayrıca Akyarlar, Turgut Reis bölgesine özel reis ve tanıtım videoları da yapabilirim. Müsaitseniz bir gün uğrayıp kısaca konuşalım. Size birkaç örnek gösterebilirim. Ne dersiniz? Belə də. Neyse, özüm necə bilirəmsə onu 1, 2, 3, 5, 10'da kısa bir formata çevirərəm. Ondan sonra hər zaman zəng elədiyimdə elə deyərəm. Baxım görüm hansı format daha yaxşı işləyir. Neyse, Cloud. İşime yaramadım burada. Neyse, bir tipler verdi mənə. Ama konkret bir şey vermedi. Olsun. Problem değil. Hə, next. Next neydi? Next Bodrum Nazar Emlak. Bodrum Nazar Emlak. Bodrum Nazar Emlak. 5 tane review'ları var. 4.4 ulduz. Ofisləri var. Turgut Reis'tədir. Açıqdır. 6:30'da bağlanır. Təbii bodrumnazareemlak.com web saytları var. Özlərinin şəxsi. Sahibindən.com'da təbii ki satırlar. Hepsi emlak.com'da satırlar. Bodrum Nazar Emlak Instagram hesabları var ama çox zəifdir. Deməli 217 dənə postları var. 741 followerları var və 1426 nəfər follow eləyirlər. Yəni bu çox zəif bir Instagram hesabıdır ki, ilk başda 3 dənə reelsləri 217, 244, 229 izlənmə, geri qalan 60, 50, 40, 200, 100, 10, 15, 100% bunları başqa yerdən oğurluq belə deyək də şeylər götürürlər, videoları. Öz
hesablarında paylaşırlar. Ona görə də 10, 15, 20, maksimum 200 izlənmə gəlir. 100% belədir. İndi bunlara bir dənə zəng vurum. Bodrum Nazarım var. Merhabalar, nasılsınız efendim? Bodrum Nazar Emlak'tan mı? Ayhan Bey, nasılsınız? Ne var ne? Ben Salih. Alo. Evet. Ben Bodrum Akyarlar'dayım ve Dubai'de yaşıyorum ve emlakçılar için Bodrum'da genellikle Turgut Reis ve Akyarlar'da içerikler üretiyorum ve sizin sosyal medyanızı inceledim, Instagram'ınızı. Çok güzel postlarınız var ama aynı zamanda da potansiyel var daha geniş bir kütleye ulaşabilmeniz için. İster misiniz Instagram'ınızı bu konuda geliştirmek için? Hani size yüksek potansiyelli reelsler yapabilirim ben. Rica ederim, buyurun. Teşekkürler, iyi günler. Sağ ol. Belə. Neyse. Şu an için düşünmürəm. Ne vaxt için düşünür görəsən? Qışda eləməyi düşünür. Və yaxud da, nə bilim. Bəzi məsələlər var, təbii ki, hər kəs sosial medyanı istifadə eləmir. Dost tanışından kimsə qurdurub onlara bir web sayt. Təsəvvür et, bu web saytı qurmağına ən az verib də bu insan. Yəni bir neçə $1000. Bir dəqiqə, hə. Əşi, yox, bir neçə min. Çox dandik bir şeydir. Bu nə də var? Web sayt. İnanırsan ki, mən bu dəqiqə, elə bu dəqiqə Cloud-la mən bir dənə web sayt yığaram. Bundan qat-qat yaxşı olar. Neyse. Bu insanlar pul xərcləmə istəmirlər. Belə. Bir dənə 5 dənədən 1, 2, 3, 4, 5 dənədən 1. Yəni 6-cı da açmadı. İndi eski çeşmə deyir bağla. Bir dənə burada başqa bir lokasyonda mərkəzə, Bodrum mərkəzə yaxındır. Konacıq eski çeşmə. Araşdırdım bir dənəsini. Instagramları var. 13 bir dəqiqə. Özgürce. 13.3 K'dır. 15 followingləri var. Normal əslində videolar çəkirlər. Çəkirlər, amma potensialları var ki, daha da geniş kütləyə ulaşsınlar. Yəni reelsləri o qədər də profesional deyil. Mən onlara bir dənə indi zəng vurum. Merhabalar, Zeynep Hanım. Salih ben. Ben Özgürce Bodrum Gayrimenkul, doğru mu? Ben Bodrum'dayım şu anda. Ben aslında Dubai'de yaşıyorum ve birkaç ay burada olacağım ve Dubai'de real estate, işte emlakçılar için içerikler üretiyorum ve Bodrum'da da şu anda bunu yapmaya başladım birkaç hafta önce. İsterseniz, evet, sizin sosyal medyanızı gördüm. İçerikleriniz harika. Çok güzel içerikler yapıyorsunuz ama burada potansiyel var ki daha da geniş kitleye ulaşabilirsiniz. İsterseniz ben size birkaç tane Reels yapabilirim. 2 tane ücretsiz. Eğer beğenirseniz beraber çalışabiliriz. Çünkü sayfanız çok iyi, harika. Sadece
sadece geniş kütle hani 8.000, 10.000. Size burada hani 100.000, 200.000, 300.000 milyon izlenmelere işte potansiyel var burada. İsterseniz öyle reelsler yapabiliriz beraber. Ben size olur, olur tabii ki. Hafta içi pazartesi değil de ben çarşamba olabilir. Çarşamba olabilir. Ben ofisinize uğrayayım. Tabii ki, tabii ki. Evet. Evet, evet. Doğrudur. Lifestyle hem de aynen doğrudur. Doğrudur. Tamam, tamam, tamamdır. O zaman çarşamba bir tezde dediniz değil mi ofisiniz? Tamamdır. O zaman ben salı tabii. Tamamdır, tamamdır. Teşekkür ederim. Anlaştık. İyi günler, hayırlı işler. Sağ ol, sağ ol. Bum. Sosyal medya işi gören insanlar, yani sosyal medyası qəşəngdir. Və təbii ki, buna deyəndə ki, sosyal medianın çox qəşəngdir, çox qəşəng işlər görürsən. Təbii ki, o çox gözəl, qəşəng, əla, sevinir. Ondan sonra desən ki, amma potensial da var. Bunu daha da genişləndirə bilərik. İndi hardasa 3000, 5000 izlənmələri var, 10.000, 40.000, 90.000 izlənmə. Gümüşlük'teyiz. Gümüşlük denilince akla Hə, aslında bu balıkçılık 90.000 izlənmə. denize mesafesi yakın olmalı. Bu nə küləkdir belə. Ve o kadar dağıldı ki. Ama şimdi Deməli aklıma 90.000 hizmet verecek bir izlənmədir, yerden amma bahsediyorum. Gümüşlük burada merkezindeyiz. 355 bəyənmədir. 49 göndərmədir, göndərmə 100% özləri göndərib. 3+1 giriş katında yatak odası olan Və özel havuzlu 300 metrekare link arsa rica boyu olan bir ederim. evden Merhaba, bahsediyorum. ilan paylaşın. Detaylar için benimle Fiyat iletişime nedir, fiyat nedir, geçebilirsiniz. fiyat Özgürce öğrenebilir kalın. miyim? Fiyat, bilgisayar fiyat. Merhaba. Gümüşlük'teyiz. Gümüşlük denilince akla aslında Çox yəni balıkçılık şeyləri gelir. var. Sahil kasabasıdır. Denize mesafesi yakın olmalıdır. Fakat o kadar büyüdü ve o kadar Zəif yanları dağıldı var. ki, Hə, bunu reklama qoyublar 100%. Məsəl üçün burada gördüm ki 91.5K izlənmə, amma kommentlər o deyil, bəyəni o deyil. ama şimdi Paylaşım da aklıma ki, hizmet yəni 49 paylaşımdır. 100.000 izlənməyə 49 paylaşım azdır. Yəni özləri onu belə deyək də paylaşıblar yaxınlarına, dostlarına. Bu reklama qoyurlar 100%. Reklama pul xərcləyirlər Instagram reklamlarına, meta reklamları. Potensial var. Bunlarla da iş görə bilərik. 2. Notlarımı yazım. Deməli bu pazartesi Zeynep Hanım Özgürce gayrimenkul nömrəsini də yazım. Mən inanırsınız ki, ikinci gün demək istəyirdim və telefonda danışma əsnasında fikirləşdim, ikinci gününüzə deyirlər türkcə. Kəlmə salıymış, unutmuşam. Çarşamba dedim, elə tulladım çarşamba. Çarşamba üçüncü gündür, hə. Mən əslində ikinci gün, birinci gün var görüşməm. Bu Turgut reisdədir. Salı əslində olmalı, ikinci gün olmalıydı, amma çarşamba dedim, eyb yox. Ofisinə çağırdı, dedi görüşək, danışaq. Belə 2 nəfər demişdim, düzdür. 2 nəfər tamamlandı. Dünənki kimi, dünən də 6 dənədən 2 tamamlanmışdı. Bugün də elə 6-7-dən 2 tamamlandı. Deməli, bunları indi mən nə etməliyəm?
Neyse davam eləyək. Burada nə var? Koza Bodrum Real Estate. Mən araşdırım biraz bunu. Next. Bu da Konacıqdadır, eski Çeşmədə. Bodrum mərkəzə yaxındır. Google'da incələdim. Öz web saytları var. İndi hal-hazırda bağlıdır. Reviewları 8 dənə review var. 4.8. Kimsə orada 3 bal verib nəsə. LinkedIn'ləri var. Hepsi emlak saytında satırlar. Sahibindən.com'da satırlar tabii ki. Ama Instagramları o kadar da müvəffəqiyyətli değil. Tabii ki nəsə eləməyə çalışırlar, amma o değil. Bir dənə burada 48.7K var. Onu da 100% reklama qoyublar. Ha, burada 22.7 var. Bunu da 100% reklama qoyublar. Ha, 100%. Bir dənə də 10K var. Bu da 100% reklama qoyublar. Yəni mümkün deyil. Neysə. Mən bunlara bir dənə yığım. Koza Real Estate. Please try again later. Instagram'da qoyduqları kontakt işləmir. Bax, mən 2-3 saat bundan əvvəl paylaşma ediblər. Yazım Instagramdan. Neysə, Koza Bodrumda belə getdi. Homeland Bodrum Real Estate. Google'da araşdıraq. homelandbodrumrealestate.com saytları var. 5 ulduzlu. 22 dənə reviewları var. O, Instagram hesabları qəşəng. Hepsi emlakda satırlar. 90K'dır. Qəşəng. Story paylaşırlar. Bunların storylerine bax. Çox belə dandik. Bir dənə buna baxın. Yəni 90K'lıq səhifə və işlətmə səhifəsi belə olmalı deyil də. Bir dənə baxın. Yazılar, yəni uyğunsuzluq. $267K. Külək nəyəsə uçurdacağı buradan. Bunlar 100% şeyi verirlər. Bodrum'dan, Torva'dan, bu şahane manzaradan hepinize selamlar. Yəni zəhmət olmasa Bodrum'dan, Torva'dan, bu şahane manzaradan hepinize selamlar. Görmüş olduğunuz gibi triplex, 4 artı bir şahane ve her noktasından Bu Reels. görmüş olduk. bu səhifəyə yaraşmır axı, qurban olum. Yəni 90K'lıq səhifədir.
Bunların çəkdikləri reelslərə bax. manzarayı Bodrumdan Bodrum'dan başlayan kimi bu nə daxı? Özü yazıb çalışıyoruz. Görmüş olduğunuz gibi triplex Caption, videonun captionu çalışır. Kimin neyinə lazımdır, sən çalışırsan, neyinirsən? gören bir evdeyiz. Bodrum'dan herkese iyi bayramlar. Bugün Gündoğan'dayız. Gündoğan'daki son 2 adet satılıp kalan kocaman Çox dandik videolar. Nəysə, zəng vurun bunlara. Bunlar mütləq şəkildə bunlara zəng vurub qardaş canı təklif eləməliyəm bunlara. Çox küləklidir. Sinyal sesinden sonra kendi tarifiniz üzerinden mesajınızı bırakabilirsiniz. Zəng çatmır. Onların bir dənə çalışma saatinə baxın. Closing soon deyir. Bunları yenə yığaram mən. Hə, 5:30-da bağlayıblar da, 2 dəqiqə əvvəl bağlayıblar. Nəysə. İnşallah mən bu videonu burada saxlayıram ki, hədəfimizə çatdıq yenə. Dünənki hədəfimizə də çatmışdıq, bugünkü hədəfimizə də çatdıq ki, 2 nəfərdir bizim hədəfimiz hər gün hə cavabı almaq. Bugün 2 dənə hə aldıq. Biri birinci gün gəlib görüşəcəm ofislərində, birini üçüncü gün ikinci görüşməmiz var. 2 dənə görüşməmiz var. Onlardan da çox güman eləyirəm ki, işləyəcəm mən bunlarla. Çünki həvəslidirlər və birinci həni aldınsa, ikinci, üçüncü, dördüncü həni almaq asan olur. Bilirsən ki, bunların ehtiyacı var həqiqətən. Artıq üzbəüzlə görüşəndə konkret öz potensialını göstərirsən ki, onlar mən bunu bacararam və onlar sənə güvən versən mən onlara üzbəüzlə 100% mənimlə işləməyə başlayacaqlar. Bugünə qədər 6 müştəri var. 6 müştəridən hələ təbii ki, bağlamamışam, hələ konkret olaraq işə başlamamışıq, amma 6 müştəridə ən azından mən bilirəm ki, 3-4-ünü mən bağlayacağam və ay sonunda eləmək istədiyim hədəfə doğru gedirik. Zəhmət olmasa videonu paylaşın. WhatsApp storylərimizdə, Facebookda, Instagramda paylaşa bilərsiniz. Dostlarınızla paylaşın. Əgər bu kanala abunə deyilsəniz, zəhmət olmasa abunə olun. Videonu bəyənin ki, alqoritma bizi çox insanlara göstərsin. Hər birinizi çox sevirəm, təşəkkür edirəm, minnətdaram. Sabah görüşmək ümidi ilə.